harda, nə zaman beynəlxalq intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan çempionatının final mərhələsi keçirilib. Bu intellektual yarış Elm və Təhsil Nazirliyi, Gənclər Fondu, Bir Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, 3 Sual İntellektual Oyunlar Platforması və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə baş tutub. Elm və Təhsil Nazirliyinin sektor müdürü Hilal Salmanov qeyd edib ki, seçim turunda finala vəsiqə qazanmaq üçün 3000-dən çox tələbə iştirak edib. Finalda isə 25 ali təhsil müəssisəsinin tələbələri yarışıb. Bugün Elm və Təhsil Nazirliyinin də tərəfdaş olduğu nə harada, nə zaman intellektual oyun üzrə Respublika çempionatının final mərhələsindən start verilir. Ümumilikdə bu çempionatda 24 ali təhsil müəssisəsindən 2000-dən artıq tələbə qatılmışdır. Bugünkü final mərhələdə isə 33 komanda öz gücünü sınayacaq. Ümumilikdə bu layihənin keçirilməsində məqsəd tələbələr arasında təhsil, mədəniyyət, sosial sahədə maarifləndirməni gücləndirmək, tələbələr üçün sağlam rəqabət mühitini formalaşdırmaq, onların intellektual potensiallarını üzə çıxarmaqdan ibarətdir. Çempionatın sonunda 1, 2, 3-cü yerləri tutan qalib komandalara tərəfdaş qurumlar tərəfindən mükafatlar təqdim olunacaq. Layihənin əsas məqsədi tələbələrin intellektual potensialını üzə çıxarmaq, onların bilik və məntiqi düşüncə qabiliyyətlərini inkişaf etdirmək və universitetlərarası intellektual mühitin formalaşmasına dəstək olmaqdır. Azərbaycan Tibb Universiteti Sinaps komandası Arzu Musayeva. Seçim turundan uğurla final mərhələsinə adlanmışdıq. Hal-hazırda birinci tur yekunlaşıb, 12 sual verilib və 12-sindən 11-nə doğru cavab vermişik. Mən İlyas İsmailzadə, Gəncə Dövlət Universitetindən olaraq biz bugün yarışa gəlmişik. Universitetdə öz digər komandaların arasından bizim komanda qalib gəlib və biz bugün buradayıq. Yarış çox əla keçirilir. Gözlədiyimdən daha çox belə komanda var, gənc simalar var, bizə tanış olan simalar var burada. İnşallah uyğun olan qalib gələr. Mən Qasımova Jalə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsiyik. Hal-hazırda Hexagon komandası adından çıxış edirik. Bizim burada əsas məqsədimiz əsasən əylənmək, sosiallaşmaq və daha da dünya görüşümüzün burada artacağını ümid edərək yeni nələrsə öyrənməkdir. Hüseyn Abdullayev, Brains komandasının kapitanıyam. Bugün Bakı Universitetini burada təmsil edirik. Gözlədiyimizdən yaxşı keçir. Yarışın sonuna qədər yaxşı nəticələr gözlədiyimizi deyə bilərəm. İnşallah yaxşı olar. 48 sual səsləndirildikdən sonra 3 komanda Universitetlərarası Azərbaycan çempionatının finalçısı olub. Belə ki, Bakı Ali Neft Məktəbi 1-ci yeri, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2-ci yeri, Tibb Universiteti isə 3-cü yeri qazandı. Tədbirin sonunda finalçılar mükafatlandırılıblar. Mən Xaqani Zeynallı, Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi ixtisasının 3-cü kursunda təhsil alıram. Həmçinin universitetimizdə İntellektual Oyunlar Klubunun sədriyəm və bugün Stonks komandasının üzvlərindən biriyəm. Son tura qədər hardasa 3-cü, 4-cü pillədə qərarlaşmışdıq. Amma son turda tapdığımız digərləri komandalardan daha çox sual tapdığımız üçün reyting fərqi ilə özümüz də gözləmirdik. Nəticələr açıqlanana qədər ilk üstə olduğumuzu bilirdik, amma birinci olduğumuzu yalnız açıqlananda bildik. Yəni çox həyəcanlı, eyni zamanda da sevincli anlar idi.